Evin içine girir resetkadan. Pencerenin setkasından eve girir. Son günlər ölkə ərazisində uçan qarışqalar müşahidə olunur. Onlar əsasən gecə saatlarında evlərin pəncərələrində və işıq dirəklərində toplanmış vəziyyətdə lent alınırlar. Vətəndaşların narahatlığına səbəb olan amillərdən biri isə onların əsasən yay aylarında belə çoxalması və hansısa infeksion xəstəlik daşıyıb daşımamaqları ilə bağlıdır. Evin içine girir resetkadan. Pencerenin setkasından eve girir. Bütün lambıçkaların içi dolub bizdə. Maçtaqada yaşayıram mən. Bütün evin içi, lambıçkaların içi, uçan qarışqalar xırda belə toz kimi qarışqalardır. Toz kimi qarışqalar biabırçılıq da olar. Bu görüntülər paytaxtın müxtəlif ərazilərində lent alınıb. Sakinlər bildirir ki, son günlər xüsusilə axşam saatlarında uçan qarışqaların sayı nəzərə çarpacaq dərəcədə artır. Bu tərəfdə qalıram, Zabratın o özündə o tərəfdə, bataqlıq tərəfdə var, göl tərəfdə. Mən şəxsən Suraxanında görmüşəm, ağacların başında uçur, dacı hələ stolların üstünə qonur. Çox vahiməlidir, qorxuludur, onun üçün bir tədbir görmək lazımdır. Bəzi vətəndaşlar bunun adi mövsümü hal olduğunu düşünsə də, digərləri uçan qarışqaların insan sağlamlığı üçün təhlükə yaratdığını və bədəndə müxtəlif yara izlərinə səbəb olduğunu bildirib. Nəsə dişliyib eləyəndə allergiya verir. Ona görə xahiş edir ki, bunu nəsə bir tədbir görsünlər. Valla bilmirəm, nə hava ilə bağlıdır, nə ilə bağlıdırsa da belə artıq son vaxtlar çoxalıb. Biraz da qalıb elə izləri də qalıb. Nə deyirsiniz? Qurbağalar da çoxalıb məsəl üçün. Bizdə o yağışdan sonra xırda qurbağalar həyətdə məsəl üçün 2 santimetr boyda qurbağalar basıb həyəti. Mövzu ilə bağlı Bakuyesə danışan həkim professor Adil Qeybulla bildirir ki, son illərdə müşahidə olunan iqlim və ekoloji dəyişikliklər flora və faunaya da təsir göstərir. Onun sözlərinə görə, bəzi həşərat növlərinin yaşayış arealını dəyişməsi və fərqli ərazilərdə daha çox müşahidə olunması təbii prosesdir. Şahidik ki, bu cür sancmalar, həşəratların sancmalarına böyük toksiki ödemlər yaranır bədən səthində, allergik reaksiyalar yaranır. Hətta uşaqlar üçün ölümcül təhlükəsi olan situasiya yarana bilər. Çünki toksiki ödem istənilən zəhərin, nativ zəhərin və ya nativ toksiki maddənin bədənə daxil olmasından törənir ki, o həm güclü allergik reaksiya və anafilaktik şok, o cümlədən də ciddi toksiki ödem yarada bilər. Vətəndaşları maraqlandıran əsas suallardan biri isə bu cür həşəratlardan necə qorunmaq məsələsidir. Əslində insektisidlər deyilən maddələr var. Bunlar həşəratları qırmaq üçün olan maddələrdir. Amma ev şəraitində daha çox repellentlərdən istifadə etmək, yəni bu həşəratları qovucu maddələrdən. Bunlar xüsusi deməli cihaza taxılır. Bu mayelərdir, balaca qabda olan və o cihaz yüksək temperaturda onları buxarlandırır və havada həmin həşəratlar qaçırlar, yəni müxtəlif yerləri. Sonra uşaqlar üçün dəri səthinə sürtülən kremlər var. Yəni bunlar repellentlərdir. Yəni həşəratı qovan maddələrdir ki, bunlardan istifadə edilmək lazımdır. Həkim əlavə olaraq qeyd edib ki, son vaxtlar yağan leysan yağışları nəticəsində Bakı şəhərində drenaj sisteminin suları tam ötürə bilməməsi, bəzi ərazilərdə, o cümlədən zirzəmilərdə və müxtəlif yerlərdə nəmişlik yaradıb. Bu isə həşəratların artıb çoxalması üçün əlverişli şərait formalaşdırır. Bakuyes Az Abbas Ləsəd, Asim Zülfüqarov.